Hər birinizi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bu dəfə vloqa fərqli başlayıram. Saç maskası ilə gəlmişəm. İllər əvvəl istifadə elədiyim bu saç maskasını sizlə bölüşürəm. Karantin vaxtında istifadə eləmişəm. Xeyrində görmüşəm. Deməli, badam yağıdır. Badam yağıdır, bir də vitamin C və vitamin Y ampula. Adi ki, hansı ki bu ampulaları əzələdən iynə kimi vurulur. Yəni o ampulalarda istifadə eləyəcəmsə o yağı içinə qatacağım bunu. Bunu həftədə bir dəfə eləmək lazımdır. Bir dəfədən artıq eləmək olmaz. Bir ayın içində saçınız necə canlanacaq, həm də uzanacaq, çox yaxşı olacaq. Yəni xeyrini görəcəksiniz. Özüm də illər əvvəl istifadə eləmişəm deyə dedim sizinlə bölüşüm. Həm də ki saçlarımın həqiqətən bu maskaya ehtiyacı var. Çünki saçlarımı çox kəsdirmişəm, qısalıbdır. Elə bir ki canlanmağa ehtiyacı var da yəni. Başlayaq maskanı edək. Göstərim içinə. Baxın, bir damcıdır. Mən saçıma bu qədər istifadə edəcəm deyə görürsünüz. Siz belə qarışdırıram. Əlimizi batırırıq. Saç diblərini belə masaj edirik. Görürsünüz. Çox adam deyir ki, yağ vurdum, saçımı yuyuram, təmiz getmədi, nə bilim nə. Ümumiyyətlə saça yağ vurdunsa, onu nə qədər şampun töksən də aparmayacaq. Şampunu saçı qəşəng darayırsan. Dara, yu. Yağ falan 1 qramda qalmış. Daramamış şampunu sizdən 2-3 dəfə vursaca o yağ qalacaq. Badam yağı da çox gözəl yağdır. Mən yəni tələbə vaxtımdan istifadə edirəm badam yağı. Uca qutarda. Əvvəl çox maskalar istifadə edirdim. Tək saç yox, üzə də eləyirdim. Son vaxtlarda heç bir şey eləmirəm. Saçımı sonra belə yığıram. Topalayıram belə. Belə bir dənə elə eləyim. Sonra belə bir paket var. Mən də Turas olsun Temu'dan zakaz vermişdi. Bunu saçıma keçirmək istəməsinə bu qablara keçirsin. Oy, baxıl fason. Bunun içində qalmalıdır. Biraz oldu, bəs mütləq deyil hamısı olsun. Qaldı belə. Qalsın belə, hardasa 30 dəqiqə falan gözlədirəm, sonra yuyub gəlirəm. Всё, yudum, gəldim. İndi də açaq, baxaq görək saçımız necədir. Fenden qurutdum, ona görə urbandan istifadə elədim. Bir dənə saç yağı falan heç bir şey istifadə eləmirəm. Saçım ortadan. Gəlir Nilay Rahim. Markete gedib. Nilay göndərmişəm markete çörək almağa. Saçım oradan qəşəng oldu. Yumuşaq oldu. Bir də elə bir ki, necə oldu saçım? Qalınlaşdı elə bir. Elə hiss edirəm. Badam yağı superdir. Həftədə bir dəfə, bir ay istifadə eləyim, bəs edir. Saç canlanır, uzanır, qırılmalar azalır. Çox qəşəng olur. Özüm vaxtı ikən illər əvvəl istifadə eləmişəm, xeyrini görmüşəm. Ona görə də sizinlə də bölüşdüm. Üz maskaları da əvvəllər daha çox eləyirdim. Kimyəvi maskalara çox da inanmayın. Çoxsu reklamdır. Salonlarda da həmçinin. Ən gözəl evdə ev üsulundan hazırlamaqdır. Saçlarım oldu. Qəşəng, canlandı. Doğrudan da saçım çox qəşəng oldu. Axşamda deyə saçımın açıq tonları bilinir. Bu maskanı siz də edin. Şərhlərdə yazın, nəticəni məndən bölüşün.
Burada isə vloguma ikinci gündən çəkirəm. Yağışlı havadır, dəhşət yağış yağır. Gəlmişəm Rahimi bağçadan götürməyə. Bütün suyun içindəyəm. Bütün Rahimi də götürmüşəm. O da yağışda gəzməyi sevir. Əslində mən də yağışı sevirəm, amma küləksiz yağışları sevirəm. Sakit yağan yağışları çox sevirəm. İslanmaq belə mənə xoş olur elə yağışda. Rahim də burada bağçasının həyətidir, qaçır. Yağışdan xoşu gəlir deyə suyun altında qaçmaq istəyir. Evə də gedib çıxana kimi bütün yasamalın balotalarının içindən keçib Rahim. Alvarların ayağı suyuydu. Çıxış edir çünki çox danışan biridir. Дождик хочешь? Да. Дождик идет. Давай. Kaçacak Rahim, mama sudur. Давай иди. Suyun içindeyim. Ama en sevdiğim yağış sakit yağış. Rahim oraya palçıktı. Gel buradan gidelim. Oradan da su gelir. Oradan gidelim. Gel. Gel cehennem buradan gideriz. Day ruku, day ruku. Aha. Tamam. Suyun içindeyim Allah. İstemesem aşağıda. Şalvarıma bakın suda. Soğumuşam. Buradan onu da demək istəyirəm ki, əgər kanalıma abunə olmamısınızsa, kanalıma abunə olun. Kanalımı və vloglarımı yaxınlarınızla paylaşın. Mənə dəstək olmağı unutmayın. Ay Allah. Baxın, nə gündə saçlarım nə günə qalıb. Qəribə də burulub. Yağışa düşmüşük suyu. Hə, Rahim? Gel. Gidiyor eve. Geldi çıktı eve. Kinderden mənə verə bilərsən? Mən mamaya da ver də, biraz mamaya da ver. Bayağı hələ toçka boyda vermişdi. Buna da şükür. Divanda oturup mutika baxır. Belə sakit uşaqdır. Tək olanda sakit olur. Başqa uşaq olanda, Nilay olanda onda başlayır sözə baxmamağa. Amma belə tək olanda sakitcə oturur, bax belə divanda, öz dünyasında. Yəni nəsə yemək istəyəndə istəyir. Belə. Yox, pis uşaq deyilmişsən Rahim. Yaxşı uşaq deyilmişsən, hə Rahim? Hə? Belə də pis uşaq deyilmişsən, hə? Hə Rahim? Yaxşı uşaqsan sən Rahim? Yaxşı, sağ ol. Bu dəfə vloqum çox da uzun olmadı. Həftə ərzində nələr edirəm deyə çəkməmişəm. Çünki səbəbi var. Qapını açıram, qışda marozda olsa yemək pişirirsə qapını çıxalım. Səbəb odur ki, bu həftə biraz qarışıq oldu. Həm qonaqlarım var idi, bacımgil gəlmişdi. Biraz o da burada olanda çalışırıq, uşaqları gəzdirək, ora-bura öz şəxsi işlərimizi görməyə çalışırıq. Ona görə ora qaç, bura qaç, vlog çəkməyə vaxt edə bilmədim. Ona görə də belə qısa vlog alındı. Əsas odur, görüm necə baxacaqsınız, necə aktiv olacaqsınız, ona baxacağam. Deməli, mən toyuq sosu bişirəndə kökləri belə qub şəklində doğrayıram. Balaca-balaca. İndi bu kartof da hazırdır. Elə bunu əlavə edirəm. Çox ləzzətli olur, dadlı olur. Bilmirəm, bişirən belə var ya yox. Bişirməmsinizsə belə köklə də yoxlayın. Çox ləzzətli olur. Mən uşaqlara görə kartof biraz çox götürəm. Yesinlərlə. Baxın, görürsünüz. Kökü. Hazır, pişsin. Burada isə şəhərdə idik, gəzmişdik, həmin günü bir yerdə oturmuşduq, gəlinimizlə, bacımla. Sonra isə şəhərdə biraz gəzdik. Həmişəki kimi bacımla ümumiyyətlə həmişə Madoya gəlib, bu waffle'dan yeyirik. Bacımla gəlib oturmuşuq Madoda, iki bacım. Waffle çay içirik, amma bacımı çəkmirəm. Vlogumda göstərmirəm. Şişmişəm onunla.
Ondan sonra vafliyə bax. Bacımla həmişə belə yerlərdə gedib oturanda ikimiz mənə çox gözəl, xoş təsir edir. Bu havam dəyişir. Arada belə birləşib belə bir şeylər edirik uşaqlardan gizlin, təbii ki. Amma sonra da uşaqları da aparıb gəzdiririk. Evə gedəndən sonra uşaqlar üçün də bu gəzintinin əvəzi olmaqdan ötürü sushi zakaz verdik. Bir yerdə oturduq, sushi yedik. Günlük vlogumu burada yekunlaşdırıram. Kanalıma abunə olmağı unutmayın. Mənə dəstək olun. Növbəti vloqlarda görüşərik. Həmişə bilirsiniz. Biz heç də özümüzə körlük vermirik. Evet canım, yeməyə bir canıq, bir Azərbaycanlı olaraq. Sushi fanatları olduğumuza görə də biz hər il sushi yeməliyik. Hər gün nədir, rəmz istəyir. Buna 4 dənədir. Rəmz istədi çeyirik. Mənə dökməyəm. Bir səhifə var, oradan zakaz veririk. Çox qəşəngdir. Həmişə oradan zakaz veririk. Ləzzətlidir, yəni pulunu ödəmiş yəni. Səhifənin adı burada yazılıbdır. Gerək düşməzdir.